Avropa Şurasının baş katibi Alon Berse ilə Prezident Zelenski müqavilə imzalayırlar, saziş imzalayırlar. Sazişin adı Ukraynaya qarşı hərbi cinayətlər üçün xüsusi tribunal adlanır. Bəndləri artıq məlumdur. Bu, Ukrayna xüsusi xidmət orqanlarına icazə verəcək ki, Ukraynaya qarşı hərbi cinayət törədənlər qanuni hədəf hesab edilsinlər və Ukrayna onları məhv etsin, Ukrayna xüsusi xidmət orqanları. Bu, sazişin məqsədi ondan ibarətdir. Tutaq ki, İsrailin belə bir müqaviləsi yox idi heç kimlə. Amma deyirdi ki, bu generallar bizi hədələyir, ona görə mən onları öldürmüşəm. Ukrayna bunu etmək üçün qanuniləşdirir. Avropa ölkəsidir. Buna qanuni sənəd alır. Sənəd. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, Rusiya Federasiyasının keçmiş müdafiə naziri, tutaq ki, Sergey Kajıgeldoviç Şoygu Ukraynaya qarşı hərbi cinayətlər edib. O, qanuni hədəfdir, məhv edilmək üçün. Ya həbs edilməlidir, ya da məhv edilməlidir. Çünki minlərlə Ukraynalı öldürüb dinc əhali. Bax, bu günləri imzalanan sənəd Haaqada, özdə Haaqada imzalayırlar və bugünkü 76-cı Dünya NATO liderlərinin, Avropa Birliyi və Avropa Şurası liderlərinin, o cümlədən Ukrayna prezidenti iştirakı ilə keçirilən toplantı Putinə işarədir. Səni Haaqa gözləyir. Sənin ətrafındaşlar da Haaqa gözləyir. Və az qalıb. İnşallah mən günlər, həftələr deyə bilmərəm, heç aylar da deyə bilmərəm. Amma sizə inandırıram ki, illər söhbəti deyil, aylar söhbətidir. Çünki reallıqları biz görürük, Ukraynanın hərbi sənaye kompleksinin inkişafını görürük, Ukrayna ordusunun korpuslar sisteminə keçməsinin, hücum qrupları yaratmasını görürük, Ukrayna aviasiyasının necə sürətlə aviaparkının böyüdüyünü görürük. Bunların hamısı bizim gözlərimiz önündədir. Ona görə bu yaydan sonra, bu yay, hələ bir iki ayda belə olacaq təxminən Rusiya təbii ki, bu terroru, raketləri hələ ki var. Bunlar davam edəcək, ondan sonra yəqin ki, hadisələr daha bir yeni məcraya keçəcək. Avropa İttifaqı ilə imzalanan sazişdən siz qeyd etdiniz, danışdınız və Putini aylar gözləyir mesajını verdiniz. Yəni, çox tarix qalmayıb, çox zaman qalmayıb, Putin etdiklərinin cavabını verəcək. Ümumiyyətlə, yəni bu saziş artıq imkan verirmi ki, Putin fiziki cəhətdən aradan götürülsün? Putin saxlanılacaqmı, hərbi tribunal mı qurulacaq, Haaqa məhkəməsi qarşısında mı cavab verəcək, yoxsa bu olmayacağı təqdirdə Putinin fiziki cəhətdən aradan götürülməsi senarisi mümkündür hər halda? Necə düşünürsünüz? Hansı ehtimal daha böyükdür? Ehtimal saxlaması təbii ki, hələ ki, çətin məsələdir. Bunkerdən çıxmış. Trump bir təhər çıxardıdır hərdən bir. Təbii ki, bu Avropa Şurasına verilən səlahiyyətdir. Avropa Birliyi və ölkələrin hamının bir yerdə verdiyi qərardır ki, Avropa Şurasının baş katibi Alen Berse Ukrayna prezidenti ilə imzalayır. Ukrayna tərəf beynəlxalq tribunala, Haaqadakı tribunala çoxlu materiallar verib. O cümlədən şahid ifadələri və uzaq olsun, üzr istəmirəm, efir ifadələri deyil. Zorlanmış körpələrin ifadələrini verib Rus tərəflərindən. O qədər biabıçılıqlar var ki, Allahın dostuna adam danışıram əsrəm. Bunları verəndən sonra deyir ki, mən xüsusi tribunal istəyirəm. Yəni, bizə qarşı bu soyqırımı törədən, terroru edən hərbi cinayətkarlara qarşı. Və orada ağdan qarıya belə yazılır ki, bunlar hərbi cinayətkarlardır. Onların həbsi üçün order verilir. Əgər həbs olunan vaxtı müqavimət göstərsələr, yaxud həbs edilmə imkanı olmasa, onların məhvi qanuni sayılır. Artıq sübut olunmuş məsələlərdə 2022-ci ilin... Elxan bəy, bu siyahıda Putin varmı? Yəni Putin adı varmı? Yoxsa Putin ancaq... Birinci elə Putindir, də necə yəni varmı? Qərarı verən kimdir ki? Birinci əlbəttə ki, Putin. Əlbəttə Putin, dediyim kimi, Şayqudur, 4 nəfər idilər, sonra o uşaq alveri ilə məşğul olan qadın, nə idi? Alina Belovska, Livovska, Belovska, Belyavska, nəsə o. Siyahı böyükdür artıq, 8 nəfər hərbi cinayətkarın adı var. Deməli, Putindir, Şayqudur, baş qərargah rəisi Gerasimovdur, uzaq mənzilli aviasiyanın, strateji aviasiyanın komandanıdır. Yadıma Kuznetsov Zerek familiyası, yadıma çıxıb.
Sonra deməli dəniz donanmasından ki bizə Qara dənizdən, Azov dənizindən ki və Aralıq dənizindən ki bombalar atırdılar. Onun komandanıdır, hərbi dəniz qüvvələrinin 8 nəfərdilər. Bir sözlə indiyə qədər 8 nəfər. Amma indi konkretləşir də, məsələn, filan hərbi hissənin, filan bölümünün komandiri kapitan İvanov İvan İvanoviç. İndi siyahı axı 4 ilə yaxındır ki, 2022-ci ilin fevralından 300-ə qədər müstəntiq, prokurorlar, bizim dostlarımız var. Bir ara mən hətta onları məsləhətçi kimi yəni dəvət edirdilər, danışırdıq da, söhbət edirdik. Əvvəlki illər, 2022-də, 2023-də. Sonra böyüdülər, Avropadan müstəntiqlər gəldi, xüsusi prokurorlar. Burada da bizdə o İngilis dilində təhsil alınanlar da onlarla bir yerdə, belə deyək də, müasir texnologiyalardan istifadə edərək, Buçada, İrpində, həftələrlə getdilər, qaldılar İzümdə, Kupianskıda, haralar ki, işğal altında olmuşdu. Xersonda və işğal altında olarkən onlara qarşı edilən cinayətlərin hamısı sənədləşdirilib. Bu, nə bilim, yük maşından yığılası qədər sənət var da, yəni insanlar izahat verirlər, filan oldu, o belə dedi, bu onu güllələdi, o buna belə, hamısını, necə deyirlər, A hərfindən Z hərfinə qədər hamısı var. Ona görə Ukrayna artıq xüsusi tribunal istəyir, yəni ayrıca tribunal. Ukraynaya qarşı adı belədir. Ukraynaya qarşı cinayətlər üçün xüsusi tribunal. Və kimdən gedir söhbət? Təbii ki, Ruslardan gedir. Bəlkə Ayətullahdan da gedir. Bəli, çünki əlbəttə silah veribdir. Bilirsiniz neçə min şəhid atılıb Ukraynaya? Ötən həftənin statistikasını deyirəm sizə, bu hadisələr başlayanda təsdiq olunmuş, yəni mən özüm əlimdə saxlamış şəhid, çəkiliş də var bizim, mənim kanalımda, qanadının biri qırılmış, yəni vuruluq da Ukrayna tərəfindən. Qara plasmasdan düzəldilər. Balaca Sovet vaxtı motoreller deyirlər, moped. Belə kiçik bir 2 sveçalı, 2 şamlı kiçik motordur. Sonra bombası var. 35 min ədəd Ukrayna üzərinə şahid raket atılıb. 2 il 4 aydır. Bu günləri 5-ci ay başlayıb. 35 min ədəd. Bunun cavabını hansı Ayətullah verəcək? Bəs burada yaşayan Kırımlıların, müsəlmanların başına bomba tökürsünüz, hansı Allahdan danışırsınız? Və haradadır sizin müsəlman həmrəyliyiz? Müsəlman həmrəyliyi haradadır? Ukraynada 3 milyondan artıq müsəlman yaşayır. O da hələ qeydiyyatda olanları deyirəm, qeydiyyatda olmayan bəlkə bir 3-4 milyonda artıqdır. Oxumağa gələnlərin hamısı bir qayda olaraq qalır burada. Çoxu da mən 2-ci, 3-cü dövlətlərdən danışıram. Pakistanı, nə bilim, Bangladeşi, hamısı. Ərəb dünyası. 70% qalır burada. Bəs nə oldu bu 5 milyon götürək. 5 milyon müsəlmanın başına bomba töküləndə müsəlman həmrəyliyi hardadır sizin? Özdə İrandır onu. Şahid. Utanmaz adını da şəhid qoyublar. Bunlar var. Yəni, təbii ki, orada da yazılacaq da, İranın məsələn müdafiə naziri tutaq ki, filan kəs. Ya xarici işlər naziri, əvvəlki nə idi o, partladı göydə. Abdullah idi, nə idi? Allah verdi idi, nə idi? Belə biri var. Allah verdi yanı idi, nə idi? Bunların hamısı təbii ki, orada keçirlər. Kimlər müqavilə bağlayıb, necə ediblər? Yəni, bunların hamısı araşdırılıb.